Salam əziz şagirdlər, 5-ci sinif ingilis dili dərsinin izahımla yenə görüşünüzə gəlmişəm. Bugün səhifə 108-i izah edəcəm. Project, layihə, describing families, ailələrin izahı. Make a class poster about your family. Öz ailən haqqında sinif afişası posteri hazırla. Birinci tapşırıq. Look at the poster on page 108 and check the correct answer. Əziz şagirdlər, bu birinci tapşırığın ilk elə şərtindən görünür ki, 109-cu səhifədəki mətni oxuyaraq biz bu suallara cavab verməliyik. Liam Hernandez. Liam James Anthony Hernandez is a student and a guitar player. O bir şagirddir və bir gitara çalandır. His birthday is on March 9th. Onun ad günü Mart'ın 9'udur. He's very tall. O büyüktür. O çok hündürdür. He is 185 meters tall. O 175 metre hündürlüğündedir. He's from Leon in Mexico. O Meksika'da Leon'dandır. There are 4 people in his family. Onun ailəsində 4 nəfər var. Liam, his mom, his dad and his sister. Onun anası, atası və bacısı. His family is very important to him. Onun ailəsi onun üçün çox vacibdir. His mom's name is Emily. Onun anasının adı Emily'dir. She is from England in the United Kingdom. O, Birləşmiş Krallıqda İngiltərədəndir. His father's name is Juan and is from Mexico. Onun atasının adı Juan ve o Meksika'dandır. Liam's middle names are James and Anthony. They are from his grandparents. Onun adları James ve Anthony'den götürülübdür ve onlar onun babasıdır. His English grandpa's name is James and Anthony is from his family in Mexico. Onun İngiliz babasının adı James'tir ve Anthony ise Mexika'dan olan babasının adıdır. Liam has a sister. Onun bir bacısı var. Her name is Sophia. Onun adı Sophia'dır. She's a student and a singer. O bir şagird ve müğənnidir. She has many followers on Instagram. Onun Instagram'da çoxlu izləyiciləri var. Liam and Sophia are brothers and sister and they are also good friends. Onlar həm bacı qardaşlar, həm də yaxın dostlardır. Liam is my best friend. Liam mənim yaxın dostumdur. Make a class poster about your family bölməsində birinci tapşırığa baxaq. Look at the poster on page 108 and check the correct answer. Səhifə deməli 108 yazılıb, əslində 109-cu səhifədədir. Bu mətni oxuyuruq və posterimizin suallarından cavablandırırıq. Who is the poster for? Bu kimin üçündür? My class, my family. What is the poster about? Nə haqqındadır? A family, ailə. A famous person, family, ailənin ən məşhur insanı. Read the poster, complete the family tree with the names of people in Liam's family. Onun ailəsindəki insanlara əsasən bu ailə ağacındaki adları qeyd edəcəyik. Liam's father Juan, Emily Liam's mother, Liam'ın özü, Liam's sister Sophia. Where is Liam from? Liam haradandır? He is from Leon in Mexico. Where is Liam's mom from? Onun anası haradandır? She is from England in the United Kingdom. Where is Liam's dad from? He is from Mexico. Who is James? James is grandparents' name. What is Liam's sister's name? Sophia.
Who is important to Liam? Who in your family is important to you? Ailede en vacip insan Liam için kimdir? Ve senin ailende en vacip insan kimdir? His family is very important to him. Onun ailesi onun için vaciptir. My family is important to me too. Benim de ailem benim için vaciptir. Project tasks, lahiye tapşırığı, plan. Plan, choose the person you admire. Choose the project task, lahiye tapşırığı. Birinci plan. Choose a person you admire. Seni gösterebileceğin bir insan. Find out about her family. Find photos or draw a family tree. Onun hakkında məlumat tap ve aile ağacı şeklini çek. Write your text. Metnini yaz. Remember to include personal information about him, her, information about his or her family and your opinion. Ve hatırlamak lazımdır ki bu həmin metin içerisinde onun hakkında şəxsi, ailəsi və yaxud da öz fikrini yaz. Ailəsi hakkında məlumatı və öz fikrini yaz. Design your poster, onu bəzə, yəni postini bəzə. Check grammar, spelling and punctuation, qrammatikaya, hecalara, qrammatikaya, sonra hərflərə və həmçinin tələffüzə fikir ver. İkinci, your digital portfolio, sənin rəqəmsal portfolyon. Upload your poster to the class portfolio for everyone to see. Present your poster to the class. Yaratdığın həmin bu posteri öz sinif yoldaşlarına göster, yəni məktəbdə, sinifdə nümayiş etdir. Reflect. Which is your favorite poster? Why? Sənin sevimli posterin, afişan hansıdır? Niyə? Mən burada hazır bir afişa yazacağım. Siz də bunun kimi yaza bilərsiniz. Keçək növbəti səhifəyə. Project talking about sports. Lahiyə idman növləri haqqında danışma. Make an infographic, a class survey report. İnfografiya hazırlayın. Look at the infographic from a school magazine on page 111 and check the correct answer. Biz 111-ci səhifədəki məqaləni oxuyaq və sonra bura yenidən qayıdıb suallara cavab verək. Səhifə 111-i oxuyaq. Class 7A survey about sports. İdman haqqındadır. 34 students, 34 şagird. Zira 12 girls and 22 boys in class 7A. 7A sınıfında 12 qız və 22 oğlan var. 22 play soccer. 22 nəfər futbol oynayır. 7 girls and 15 boys can play soccer. 7 qız və 15 oğlan futbol oynamağı bilir. 5 girls and 7 boys cannot play soccer. 5 qız və 7 oğlan isə futbol oynamağı bacarmır. 16 run. 16 nəfər qaçır. 6 girls and 10 boys can run fast. 6 qız və 10 oğlan sürətli qaça bilir. 6 girls and 12 boys cannot run fast. 6 qız və 12 oğlan isə sürətlə qaça bilmir. 21 dance, 21 rəqs. 12 girls and 9 boys can dance. 12 qız və 9 oğlan rəqs etməyi bacarır. 13 boys cannot dance. 13 oğlan isə rəqs etməyi bacarmır. To play basketball. 20 nəfər basketbol oynayır. 8 girls and 12 boys can play basketball. 8 qız və 12 oğlan basketbol oynamağı bacarır.
4 girls and 10 boys cannot play basketball. 4 qız və 10 oğlan isə basketbol oynamağı bacarmır. 34 swim. 34 nəfər üzür. 12 girls can swim. 22 boys can swim. 12 qız və 22 oğlan üzməyi bacarır. 6 girls and 12 boys can swim very fast. 6 qız və 12 oğlan isə sürətlə üzməyi bacarır. Don't forget to do exercise for 60 minutes a day. Unutma, bir gündə 60 dəqiqə idmanla məşğul olmalısan. It's good for you. Bu sənin üçün yaxşıdır. İndi isə 110-cu səhifəyə qayıdaq. Buna əsasən biz suallara cavab verəcəyik. Who is the infographic for? Mətn nə haqqındadır? İnfoqrafik kimin üçündür? Students at school, məktəbdəki şagirdlər. The school soccer team, məktəbdəki idman komandası üçün. Əlbəttə ki, students at school. İkinci, what is the infographic about? İnfoqrafik nə haqqındadır? Favorite sports, sevimli idmanlar. The sports students do. Şagirdlərin etdiyi hərəkətlər, idmanlar. Project talking about sports. Layihə, idman oyunları, idman növləri haqqında danış. Make an infographic a class survey report. İnfoqrafik sinif raportu hazırla. Birinci, look at the infographic from a school magazine on page 111 and check the correct answer. Səhifə 111-dəki verilmiş öncə oxuduğumuz bir məktəb məqaləsi haqqında olan mətnə əsasən sualları cavablandırın. Who is the infographic for? Kimin üçündür bu? Students at school, the school soccer team. Əlbəttə ki, students at school məktəbdəki şagirdlər haqqında. Burada məktəbdə futbol komandasından söhbət getmir. What is the infographic about? İnfoqrafik nə haqqındadır? Favorite sports, sevimli idmanlar. Sports students do. Şagirdlərin etdiyi idmanlar. İkinci tapşırıq. Read the infographic and circle the correct answer. 22 boys in class 7A. İkinci. 12 girls can dance. B bəndidir. 12 şagird var. Qız. Üçüncü. Boys can play basketball. 12 burada oğlan basketbol oynamağı bacarır. 12 boys can play basketball. 4'te 6 girls can swim very fast. 6 qız sürətli üzə bilir. Üçüncü tapşırıq. What is the questions do you ask? Write the questions in your notebook. Həmin bu sözlər əsasında biz sual cümləsi hazırlayacaq. Can, bilmək, bacarmaq modal feilindən istifadə edərək. Can you play soccer? Sən futbol oynamağı bilirsən. Can you run fast? Sən sürətli qaça bilirsən. Can you dance well? Sən yaxşı rəqs edə bilirsən. Can you play basketball? Sən basketbol oynaya bilirsən. Can you swim very fast? Sən sürətli üzə bilirsən. Project task, layihə tapşırığı, plan. Find out what sports people do in your class. Öz sinifinizdəki şagirdlər hansı idmanla məşğul olur, onu tap. Do a survey and then create an infographic to show your result. Deməli, öz nəticələrini infoqrafiya hazırla və öz nəticələrini göstər. Choose the sports for your questions. Sualların əsasında idman seç. Write your questions about sports. İdmanlar haqqında suallar yaz. Use the questions in exercise 3 or make new questions. Tapşırıq 3-dəki suallardan istifadə et və yaxud da yenisini hazırla. 4. Design your infographic include 2 or 3 ways to show the information. Onu bəzəm 2 və ya 3 məlumat orada göstər.
2 və 3 yolla məlumat göstər. Check grammar, spelling and punctuation. Qrammatikaya, hərflərə və tələffüzə fikir ver, yoxla. Think, düşün. Do you do sports with your family? Why? Ailənlə birlikdə idman edirsən, niyə? Why are sports good for you? Niyə idman sənin üçün vacibdir? Your digital portfolio, sənin rəqəmsal portfolyon. Upload your infographic to the class portfolio for everyone to see. Gördüyün hər kəsə sinifdə bunu göstər. Present your infographic to the class və onu nümayiş etdir. Reflect. Which is your favorite infographic? Why? Hansı sənin sevimli infografindir və onu de. Əziz şagirdlər, mən burada yazıram. Siz də bunun kimi yaza bilərsiniz. Məsəl üçün, my father like football. My mother like play tennis. My father like football. My mother like dance. She can play basketball and other. Əziz şagirdlər, 5-ci sinif dərsliyinin son səhifələrindəki qrammatikaların izahı ilə növbəti dərslərdə görüşünüzə gələcəm. Sağ olun, sağlıqla qalın.